Mixailonun ömrünün son gününün son saatlarının keçdiyi evin qarşısındayıq hazırda. 1944-cü ilin noyabrında Mehdi Hüseynzadə və onun partizan dostu Andrey Kamel Trieste Alman bankında diversiya törətdikdən sonra qayıdırlar Sloveniyaya, Vitovya kəndinə və bu evə sığınırlar. Noyabrın 2-si səhər saat 4 radələrində silahlı Alman dəstəsi kəndə daxil olur. Sakinlər Mehdiyə və onun dostuna xəbər eləyəndə artıq gec idi. Almanlar evi mühasirəyə almışdılar. Ona görə də 2 nəfər olmalarına baxmayaraq böyük bir faşist dəstəsinə qarşı açıq savaşa girirlər. Bir müddət vuruşduqdan sonra Andrey Kamel bu pəncərədən atılaraq aşağıya doğru hərəkət edir, amma çox uzaqlaşa bilmir. Təxminən 10-12 metr uzaqlaşdıqdan sonra onu vururlar. Mehdi isə yuxarı gedir, amma o da çox uzaqlaşa bilmir. Təxminən 15-20 metr uzaqlaşdıqdan sonra onu da vururlar. Amma faşistlər partizanları vurduqdan sonra özləri də kənddə çox qala bilmirlər. Çünki yerli sakinlərin qəzəbindən qorxurdular. Ona görə təcili şəkildə kəndi tərk edirlər. No filming. Mixailonun meyidini 6 yaşlı kənd sakini Mariya Bizyak hadisədən 2 gün sonra aşkar edib. İndi onun 87 yaşı var. Sakinlərin gümanına görə Mehdi dərhal ölməyib. Ağır yaralı halda bura qədər gəlib və ələ keçməmək üçün burada özünü vurub. 2 gün əvvəl səhərə yaxın atışma səsləri eşitdik. Sonra səssizlik çökdü. Mən evimizdən çıxıb gəzə-gəzə bura gələndə onu gördüm. Onun cəsədi burada sərilmişdi. Üzü qanlı idi. Mən bilmirdim o kimdir. Əvvəl qardaşıma dedim. Sonra biz evə gəlib hər şeyi danışdıq. Dedilər ki, o partizandı, onu faşistlər öldürüb. Bütün kənd cəmaatı toplaşmışdı. Qardaşım və kəndin digər sakinləri onun meyidini aşağı indirdilər. Qadınların, kişilərin ağladığını yaxşı xatırlayıram. Beləcə, Xəzər sahillərində başlayan ömür Sloveniya dağlarında qəhrəmanlıqla yekunlaşır. Əfsanəvi partizan Mixailo Sloveniyanın Novogoritsa şəhərinin Çepovan kəndində dəfn edilib. İllər ötür, zaman keçir, artıq Mehdinin döyüş yoldaşlarının da əksəriyyəti bu dünyada yoxdur. Amma kənd sakinləri hələ də qəhrəman partizanın məzarını tez-tez ziyarət edir. Sloveniyanın faşist zülmündən azad edilməsində canını fəda etmiş Mixailo yerli sakinlərin ürəyində əbədi taxt qurub. Novogoritsa şəhərinin Şempas qəsəbəsində qəhrəmanın abidəsi ucaldılıb, xatirə muzeyi fəaliyyət göstərir. Ən əsası, Sloveniyalılar Mixailo əfsanəsini nəsildən nəsilə ötürürlər. Elzar Ağayev, Azərbaycan televiziyasının Avropa bürosu, Novogoritsa, Sloveniya.